Okay. So we have two types of questions, as you can see, like gap filling and true false not given. With which one should we start? Which one, Gap guys? filling. Gap filling. Okay, perfect. So the very first step that we need to take is reading the main statement, one word only. Then we need to find some keywords. You are not required to start from the first question. You can start with other ones as well. So what were our keywords? Do you remember? Like our keywords are first the numbers, yeah, Adjectives. specific nouns, Year. nouns, numbers, years, the same, right? Nouns or adjectives. So in any of these questions, do we have any number? In 4 we have, right? Here. Yes. So let's start with 4. Let's go and find the correct location of this. If you see, just tell me. Yukarıda var Okay? idi. Yukarıda var idi. Kestik. Yes, you're right. Okay. Australia also? Australia. We have already found the location. Now it is time to continue with the question. Let's definitely mail is a blah 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 a. So we need what if we have a? Singular Noun. and countable noun, which is blah 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 old. What is this year old? Find this from the answer. Fossil. Yes, fossil. Did you understand why? So a fossil, which is this old. So that's why fossil will be the Orada correct diet answer. olduğu yazmaya bakın. Diet değil, dated'di. Carbon dated. Məcbur Yo, ilk sözü versin. bir de diet yaz. Diet, hanı diet? Diyet yaz qabağında. Hanı Sual 1. bir. Bir de değil ki biz, 4 değil. Hə, 4. Yes. Çünki 4-də rəqəm var idi, ona görə 4-dən başladıq. Okay? Gedək getmişkən 5-i də işləyək. 5-dən keyword nəyə götürərsiniz? In 5, what's our keyword, guys? Known as Ingles. Tasmania, you're right. Yeah. Because it's a specific Reduction noun. oldu. Yes, or maybe decline. Tasmania. Okay, so let's look at this. Reduction, yes, azalma var. Extinction, neslin kəsilməsi, azalma, almost the same, yes. Reduction and available sources of food. Food'a aid bir şey tapaq. Görsəz deyin. Məncə burada olmayacaq. Tasmania burada da var. Decline burada da var, gördünüz? Okay. Food'a aid bir şey tapmağa çalışaq indi. Pre-species and disease, not here. Sheep farmers, nəsə foodla əlaqəli bir şey ola bilər. Okay. By the way, due to animals, dingolardan sonra gəlməlidir. Dingo Yes, hardadır? olabilir. Dingo hardadır? Dingo buradaydı da. Dingodan sonra gəlməlidir. Okay. Reduction in something. Nəyinsə azalması Decline lazımdır nasıl bizə. yazılır da bir cümlede olabilir. Onda budur. Bu deyil məncə cavab. Çünki burada ondan sonra food'u verməyib axı. Foodla yan-yana olmalıdır gördüyün kimi. Okay. Hələ də bunun food olduğunu düşünmürəm mən. Gedib food'u tapmaq istəyirəm. Benim orada Decline var and ya. It is species. likely. Species. Ha, onu diyelim. Amma bu da species'dir də, food deyil ki, düzdür? Okay. Burada da yoxdur Orada food. pre-species var. Pre-species. Okay. So, is it like the answer? I don't think that it is actually. But species, növdür, bu heyvandır, food deyil ki. Bizə food, qidaya bağlı bir şeyimiz lazımdır. Amma orada disappearance yazmışdı. O da yoxa çıxma reduction kimi ola bilməz ki. Onu ilə deyim, zaten disappearance'dən reduction hardasa ola bilər, amma məsələ odur ki, food yox idi yenə də orada. Food axtarıram. Baxın, food söhbətini tapsaz deyim. Food məcbur deyil food olsun. Food'un növünü də verə bilər bizə, adını da verə bilər bizə. Və s. Bir dəqiqə, biz axırıncı dəfə factors can be species, dog, source of habitat, pre-species, disease. Nə bilim. Amma bir məsələ var. Deyir ki, available source of food, decline in Tasmania. Dogs, this include competition with dogs and loss of habit. Loss of habitat eynən ola bilər. Hə, prey species nə deməkdir? Qurban növlərdə. Qurban növləri nə edirlər sanki? Onlar qidasıdır. Qurbandırlarsa onlar qidadılar da onda hardasa. Okay, onda reduction'ın da yerinə loss of neydə reduction imiş? Habitat. Habitat. Endin yerinə də yazıblar.
Along with. Okay. Bir də burada partly responsible, yəni harasa responsible-dır. Burada main əvəz edib partly. Responsible-dakı have affected-lə əvəz edib. Okay. Keçdi 3-ə. 3100-dən əvvəl gəlməlidir. 3100-dən əvvəl gəlməlidir. First, mother. Bir də first. Marsupiallar. So. Deyir ki, inside-in yerinə nə yazıblar bizdə? Onu. Into onu da. Okay, analarının nəyindəymiş? What's the answer? Belly. 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 Yes. Keçdi buna. Probably depending when hunting. Ay, belly. Mənim yazmaz. When hunting. Və sual nə deyir bizə? Probably depended mainly on. Asılı oldular. Rely onla əvəz edə bilər də, düzdür? So, let's look at this. Maybe başqa body-ni tapaq, tail-i tapaq, dog-u tapaq. Rex Məsələn, olar. diet tapaq. Dog burada, düzdürmü? Okay. Body və tail-i Tail tapaq. aşağıda. Axırıncı cümlədən bax. Rare. Okay, tail, body, düzdürmü? İndi diet-i tapaq. Necə qidalanma ilə bağlı bir şeydir. Feeding. Diet deməkdir, düzdürmü? Ate and entirely yenə exclusively. Carnivore. Bunu keçən dəfə demişdim, nə idi mənası? Keçən dərsimizdə demişdim. Ət yeyən. Ət yeyən Ətçillər. qidalanması var. Eynən, düzdür. Carnivore dietdən xatırlayırdıq, yadınızdadır. Hunting və aslı olmasından. Hunting, düzdürmü? Rely more on nə deməkdir uşaqlar? Dedim ki, bayaq nə üçün oynayım edəm? Depend on. Depend mainly on. So, cavab? Nə deməkdir bəs bu? Əti, Necə? qoxu. Qoxu biz. Düzdür. Rely on güvənmək deyil. Rely on bir etibar eləmək, bir də asılı olmaq. Depend on. İki mənası. Keçdik qalan suallara. Yenə məcbur deyilik birdən başlayaq, amma zaten rəqəm var, düzdürmü? Gedək rəqəmə. 1830 tapsaz deyin. Proje 1899, 1930. Yuxarıda. Chronologiya izləsə yuxarıda olmalıdır. Yo, aşağı düşün, orada işləmiş. Aşağı. 830. 1830. Okay. Keçdik buna. Deyir ki, significant number were killed by humans from this onwards. Nə deməkdir mənası? Significant numberları öldürülüb kim tərəfindən? İnsanlar İnsanlar tərəfindən. Okay. Deyir ki, general attributed to, yəni aid edilir. Shotguns nə deməkdir, guys? Gəlmiş silahla Fermerlər Silahla tərəfindən öldürüb də. öldürülməsi. Silahla- Onda cavab Elə trudur da. true. Silahla öldürübsə onda kim öldürmüş olur? İnsanlar öldürmüş olur. Düzdürmü? Ona görə oldu true. Keçdi 7-yə. Keyword deyim mənə. 1800-lər, başqa zoo maybe, düzdürmü? Bəs bunu niyə götürmədim? Çünki bu hər yerdə idi də, düzdür? Ona görə bunu götürə bilmirik. Gedək zoo. Zoo. Elə bu altdadır. Buralarda 1800-lərdir də hamısı onsuz da, düzdür? Deyir ki, bəziləri doğuldu həmin ildə. Görək. Late 1800, yəni 1800-ün axırlarında. Baxaq. 899 var orada. 99 ola bilər. Belə bir məlumat var ki, Orada attempt to breed var. Birinci cümlə. So unsuccessful to breed. Bu attempt cəhd olmasından danışır. This was despite a large number. Biz onun bəzilərinin o ildə doğulub doğulmadığını baxmalıyıq. Not given'dı məncə. Only one successful attempt to breed. Given'dir. Burada deyir ki, gedib şeyə, This was zooparka despite falan a getdi. large numbers of. Bir dəqiqə oxuyaq. This was despite a large numbers of. And when it published, okay, the numbers of this single animal will speedily diminish, sayıları azalıb, extermination will have its full sway, and it will then, like the wolf of be recorded as the last one. Zooda doğulduğu haqqında, this was despite a large numbers that went to some zoos. Okay, zoolarda olub. This was only one successful attempt to breed in captivity in this year.
I think it will be actually not given. Yes. Yes. Because only one successful Ben attempt var doğulmaları idi. ilə bağlı bir Aa, məlumat aa, yoxdur. aa. Only one successful attempt. Like here it says several of them were. Read'in iki mənası var idi. Xatırlayırsınız nə demək idi? İki mənası. Biri Çoxalma. çoxaltma, biri də bəsləmək Yetkin. mənası var. Aha. Deyir ki, təkcə bir dənə uğurlu çoxaltma mümkün olub. Bir dənə çoxaltma olubsa, burada o nə deyir? Bir neçəsi doğulub. Doğulmaqla nə əvəz ediblər? Breed. Breed əvəz ediblər. Çoxaldırsansa doğulur da, düzdür. Burada deyir sadəcə biri var idi. Burada nə deyir? Bir neçəsi doğuldu deyir. Onda cavab False. False. başa düşdünüz bunun səbəbini? Adam olur bizim keywordümüz. Hardadır bu? Budur da. Dedikcə bakalım. Surprise. Burada deyir fikir verməli olduğumuz söz nədir? Surprise sözüdür. Təcrübələndirib bu diyaloqları ona baxmalıyıq. Adam nəsə çap edib. Amma digər diyaloqların fikri haqqında bir məlumatımız var mı bizim burada? Yox. No. Yox. Onda cavabınız? Not given. Not given. Keçdik 9-a. 9-a keywordümüz. Zəhmət olmasa 8-i bir də deyə bilərsiniz. Yes. Təəccübləndirir deyir bəzi diyaloqları. Adamın bir əsəri olduğunu bilir, amma digər diyaloqlar təəccübləndirmir. Digər diyaloqların reaksiyası nə oldu bilmədik. Ona görə not given. Bu Okay. surprise olanlar demək olar çox həmişə not given olur. Çox Bir dənə vaxt də elə sual olur. vardı. Yəni çox vaxt deyil də baxmalısan ki, yəni təəccübləndirib, təəccübləndirməyib, onu tapmalısan. Okay. Bunu ümumiləşdirməmiz biraz güc çıxır. Keçək 1900-lərə baxaq. Europe Promise 1900-lərdir də, düzdürmü? Başqa nəyə götürək? Scientists. Early deyir, həm də Alimlər. 1914. Scientists. Bunu da götürə bilərik. Deyir ki, Messers became worried about the possible extinction. Adamlar deyir, necə oldular? Narahat oldular. Turudu Much məncə. concern. Nəyin sinonimidir bu? Concern Worried. nə? Worried sinonimdir. Amma deyir ki, nor. Amma aşağıda biri var, professor Baxın, nə bilim. nordusa cavab. Yəni çox deyil də. Yəni, Yox, daha doğrusu heç yox. yox deyildilər. Neither nor Hı hı. var ya, bilirsiniz. Neither nor. Hı Yəni, hı. nə oldu, nə bu oldu. Yəni, onlar narahat olmayıblar. Amma burada nə deyir? Narahat olub deyir. So cavabımız False. Bir də bu Professor of nəsə Biology at the University of Tasmania in 1914-də Concerned about the he sacrifice. was bir adamdan danışır. Burada çoxlu scientistdən danışır. Ona görə də biz Aa, getdik okey. scientists tapdıq. Başa düşdün? Ona görə təkcə mən həmişə fikir verməyə çalışıram. Okay. Keçək 10-cu suala. Budur. Başqa nə götürək? Island götürək. Tapsaz deyin. Nə deyir sualda? Deyir ki, proves to be impractical. Sübut oldu ki, onun o təklifi necədir? Impractical. Yəni, praktiki deyil də, düzdürmü? Sübut oldu Sufficient ki, concerned praktiki olar. deyil. Gəl baxaq. Bu adam belə bir şey deyib. But it was not done. Rehama place kimi sinem götürmək olar. Nəyə? Reham bir də place. Rehom yəni yenidən məktub. Yenidən yerləşdirmək. Placed on a Məskunlaşdırmaqda. small. Hə, zaten buradadır. O, onun sinonimidir. Biz şey axtarırıq. Impractical olmağı sübut olunub mu? Yəni, praktik olmadığı sübut olunub mu? Məncə heç bir şey yoxdur da sübutla bağlı. Praktik edilmə, qeyri-praktik edilmə. Cavabımız not given. 11'i məncə işləməyimiz biraz çətin olacaq. Məncə birinci 12 ilə davam edib sonra 11 eləməyimiz yaxşıdır. Niyə? Burada heç bir qəşəng keyword yoxdur, amma burada bu var. Okay. Getdim onu tapdım. Burada və və sual mənə nə deyir? Deyir Əslində ki, var Arzu xanım, breeding amma- season. okay, amma səncə o mu daha rahatdır, bu mu daha rahatdır? Bu daha Hə, sizin rahatdır. dediyiniz. Ya, hansı daha rahatsa birinci onu götür yaxşı. Çünki vaxt itirməliyik. The only non-living member all given. Deyir ki, tək yaşayan bütün deyir yaşayanlar neynirdi? Captivity-də idi. Yəni, zooparkda o əsirlikdə qalmışdılar da, deyir. Hamısı əsirlikdə idi. Aha. Living, just captive. 5 minutes. Onda cavabımız nə olacaq sizcə? From. Və hətta deyir ki, was introduced in July 1900.
Öldü çox istəyir. Hə, sonra da ölüblər. Okay. Bəli, Keçdik və sonra D-onla verib onlinin verməyi. Məsələn, mən o məni çaşdırardı yəni. Just nə deməkdir? Just Sadəcə də olar. ondan əvəz edeyim. Başa Okay. düşdün? Keçdik buna. Burada da dedik breeding season'ı götürək keyword kimi. So, bu ikisinin arasında yəqin ki çox kiçik bir yerdə olacaq. Hardadır? Elə sarıdan bir cümlə 1930-un bir cümlə yuxarısında solda reading season. Breeding season var. Düzdür. Getdi indi baxmağa deyir ki, there were still reasonable numbers. Reasonable numbers, yəni belə significant numbers, okay? In existence. Hələ də deyir sağ qalan. When a piece of legislation protecting the was passed. Deyir bu pass eləyəndə hələ də significant number olanları yaşayırdı da, okay? Ama bir dakika hardan başlayayım? But species. Deyir ki on the very edge of extinction. Nə deməkdir? On the very edge of extinction. Yaşın Nesli mövcudluqdur. kesilir. Extinction nəsli kəsilmədir. Deyir ki kesin. edge-də ki kənarında da, yəni ucundaydılar nəsli kəsilmədən. Burada ama deyir ki hələ də significant number-da var idi sayıları. Onda cavab nə olacaq sizcə? False. False. Yox, 13 qaldı bir dənə. Burada da keyword nə götürək? Rarely. Rarely, maybe başqa nə götürək? Attempts, Attempt. yaşayan, buna aid bir şeylər. Böyük ehtimalla hansı paragrafda olacaq? Cavabımız son paragrafda olacaq. Burada. Still exist burada var. Yaşayanda yəni mövcud olan düzdürmü? Amma son hələ yaşayıb yaşamaması deyil. Son nə deyir? Deyir ki, onları tapmaq üçün cəhdlər rarely made. Yəni nadirən cəhd aparırıq da biz. Type numerous conditions. Ama deyir burada Search for çoxdur da over the years, axtarışda. none of Orada none Təbii- of olar. bir dəqiqə, none of which has produced definite evidence. Deyir onların heç biri sübut eləməyib. Yox, ola bilməz none of. Bax, əsas sorunumuz bu deyə çox uzun. Okay, bir dənə söz tapdım, none dedi. O deyil. Məntiqinə baxmalısınız. Bir sözə görə yanaşmamalısınız. Deyir Ama ki, orada mesela burada cəhdlər çoxlu indi nadirən edilir. Deyir ki, numerous da, yəni bir neçə dənəsi Çoxdur. olub, bax, olub deyir. Bugünə qədər olub. Amma bu are made, yəni indi Davam oldu eləyir. deməkdir. Biz olublar haqqında məlumatımız var. Bəs indi olanlar haqqında məlumatımız var? Yoxdur. Yadınızdadır belə bir şey demişdim. Zamanlar uzlaşmırsa not given götürürük. Xatırlayırsınız? Məsələn demişdim ki, Evet. İstanbul was a big city. İstanbul is a big city. Not given. İstanbulun keçmişdə böyük olması, indi böyük olması mənasına gəlmir. Okay? Ona görə də burada cavabımız oldu not given. Səbəbini başa düşdünüz? O bugünə qədər olanları deyirdi. Amma bizə lazım olan nə idi? Hal-hazırda olanları idi. Ona görə not given götürdük bu cavabı. Aydındır mı hər kəsə bura qədər hər şey? Bəli. Keçdik ikiyə. Burada nələrimiz var bizim? Information matching, belə uyğunlaşdırmamız var. Belə qəfil nə ilə başlayaq sizcə? Əlbəttə ki, Gap qəfil filling. rolunda. Filling. Özdə burada da keyword da var qəşəng. Bunu da götürək. Gedək bunları tapaq. Görsəz mənə deyin, yaxşı. Quludur da məncə. Bir də bu RSPO onu tapmamışım. Bu buradadır. Amma bir məsələ var da, bu buradadırsa, bu buna sonra gəlməlidir, düzdürmü? Bu da Dörd yəqin məsələ ki, ola bu bilər. olacaq da, düzdürmü? Nəysə. Burada da baxaq, başqa nə götürək? Palm oil götürək də, düzdür? Və advantage. Tekst. Amma palm oil burada da var. Palm growers, palm oil görürsüz, eminim. Yox, palm oil ondan əvvəl gəlməlidir də, düzdürmü onsuz da? Okay. Və advantage sözünü də götürə bilərik. Oil palm var F-in birinci Oil cümləsində. palm, Oil palm. okay. Palm oil eyni Orada benefit də var. olacaq. Dörd cümlə aşağıda. Hardadır benefit? Defisdən sonra aşağı cümlə. Benefit. Ecological benefit. Aha. Not refrigerated, yəni bilirsə Dondurula refrigerate bilmir. dondurulmasa belə, okay. Dondurulmaq. Refrigerated ait bir şey hələ ki. Peki buralara In baxaq. the degree which o ikinci tekstdə in the degree which de nəsə carbon. Hardadır? İkinci abzasda. Degree.
İkinci abzasın hansı hissəsində? Bir dənə cümlə yuxarıda crops were in the degree. Degree verildi. Amma burada refrigerator haqqında bir şey vermədi. Başqa bir şeylər də baxaq. Animallar, habitat losslar, okay, heyvanların yaşam yerlərini itirməsi. Biraz bəlkə yuxarıda baxaq istəyirsinizsə. Not refrigerator and not climate change əlaqəsi var yoxsa Burada da var palm oil, baxın. Palm oil burada. Bir dənə heyvan axtaraq, xahiş edirəm. Aşağıda Heyvanların da yaşam palm yerinin itirməsi. Palm oil hər yerdədir. Deyəsən mətin palm oildir. Mətin Görürsünüz, mətin adıdır, palm bəli. oildir. Onda biz nə edirik? Otaq temperaturunda qalması. Otaq long temperaturunda term qalması nə deməkdir? Soyuducuya qoyulmaması deməkdir, düzdürmü? Eyni məna verir. Deyir ki, it stays nə bilim nə? Aha, stay nədir sinonimi burada? main Remain. Remain. Cavab nədir onda? Solid. Solid. Solid nə deməkdir? Bərk. Bərk. Şey. Başa düşdünüz bunu? Sonra keçdik bu birinə. Burada nə axtarırdıq? Heyvan söhbətini axtarırdıq, düzdürmü? İndi bir dənə heyvan adı verilə bilər, heyvan deyə bilər prosta. Habitat destruction. Loss, habitat loss. The blah 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 is the best known of the animals. Bizə nə lazımdır? Heyvanın adı lazımdır da, düzdürmü? Deyir ki, Orada- burada da indigenous most famously. Orangutan. Bəli, bəli. Orangutandır. Bəli, neçə söz yaza bilərik? 2 söz yaza bilərik, ikisini də yazacağam. Necətdadır internet problemi məndə? Bizdə də elə gəlir. Okay, tamam. Mənə Bunu məncə normal başa düşdüm. gəldi. Aha, başa düşdünüz bunu? Bir dəfə soruşa bilərəm. Buyur. Çox vaxt məsələn iki söz deyəndə mən yazıram, amma səhv çıxır. Yəni ikinci söz ancaq yazır. Ola bilər ki, o yerdə o söz lazım olmayanda yazmısan. O sözü başqa sözlə əvəz ediblər artıq. Başa düşdün? Elə sual olanda at, mən sənə izah edeyim. Okay? Yəni, bir də Yəni ola bilər yazılmış saytında ki- problemi ola bilər. Ola bilər saytın problemi də, ola bilər sənin problemin. Elə olanda at baxım deyim. Yaxşı? Yaxşı, bəs imtahanda məsələn belə bir şeylə qarşılaşsam, elə birini yazsam, yəni risk atmasam, əsas da sözün. Amma Əsas tərəfini. adətən düz olur əsas tərəfini yazanda. Amma nadir hallarda, məsələn, çox önəmli söz olsa, məsələn, biri deyir fəsil, biri də deyir yay fəsli. Yay fəsli yazman lazımdır da, düzdür? Çünki fəsil və yay fəsli eyni məna vermir. Yəni belə məna çox ciddi dəyişmirsə yaza bilərsən təkcə ikinci söz. Okay? Hı. Keçdik buna. Burada bu sözü tapmışdıq da onsuz da, hə? Məncə. Hı. Burada. Başqa nə götürək? Certification götürək. Grovers'ın check eləməyini götürək. Certified Sustainable var orada. Aha, hardadır? GSPO-nun Hı hı. GSPO-nun qarşısında biraz aşağıda 2 cümlə falan aşağıda. 1, 2, Aşağıda sondan 3-cü cümlə. sondan 3. Okay, certified, düzdür? Ondan sonra başqa nə götür? Certified burada da var. Məncə budur, çünki bu da buradadır, gördünüz? Okay. Growers check. Nə bilim. Все, tapdım. Bu burada. Check-in yerinə bu cümlədə sinonimi tapın bir dənə. Assessment. Assessment yoxlaması. Bir də burada nə deyirdim? On routine basis, rutin şəkildə onu nə ilə əvəz ediblər? Carbon Regular. stock. Regularına, qaydalı Karbon olaraq stoksu. nəyi yoxlayırlar? Karbon Karbon stoklarını. Keçdik buna. Burada Burada tutaq ki, carbon stocksun yerinə stocks ya da karbon yazsaq səhv olur da. karbon yazsa səhvdir, adjektivdir. Stocks yazsa səhvdir. Məsələn, Günay bunu deyirdim. Stocksla karbon stocks fərqlidir, hə? Ona görə karbon stocks yazmaq lazımdır. Başa düşdün? Sonra keçdi bura. Bird's nest, nə bilim, belə şeyləri götürdü. Görsəz deyil, budur da məncə, hə? Sonra nə deyir? Could restore inherit when trees are grown. Grown. Introducing olar aşağıda. Okay. Restore nə deməkdir? Deyin də mənə. Nədir restore? Saxlamaq. Təzələyir. Bərpa eləmək. Bərpa eləmək, eləmək. Bəli, yeniləmək. bəli. Nəyisə bərpa eləyirik və biz Orada də əsər reintroducing sözü var. Elwood believes that reintroducing. Aşağı gəlin. Reintroducing. Potential. Burada Recover da var. reintroduce deyil. Recovered onun sonra restore Yenidən təqdim etmək və nəyi təmin edir? Deyin mənə. Biodiversity. Biodiversity. Nə deməkdir biodiversity?
Müxtəliflik. Bəs Səviyyə. diversity nədir? Müxtəliflik. Müxtəlif. Diversity müxtəlif. Yaxşı. Əla. Hani indi orada deyil Veri Bey. Onu yazmamıza ehtiyac yoxdur da. No. Restore biodiversity. So. Okay. Sonra keçək buna. Bu var. Aha. Burada nəyi götürək? Yenə bunu götürək. Düzdürmü? Bu bir dənə buradadır. Sustainable and nəsə redundant. Elə zaten o budur. Budur. Həm də sustainable aşağıda var biraz da. Yox, sustainable Elə deyil G. burada. Bu deyil burada. Hı. Hı-hı. Başqa yerdə bundan danışmırdı da. Burası bir dənə hər ehtimal Assalamu göz. alaikum. Məncə danışmır bir yerdədir. Bəli, sadəcə bu paragrafdadır. Gördünüz, sadəcə burada vereyim. Okay, nə edirik? Gəlirik, oxuyuruq. Bu industri indi qaydalar o tərəfdə kimdən qurulub? Bir qrup adlanan. Bura kimlər daxildir? Palma yetişdirənlər, satanlar, product manufacturerləri və digər maraqlanan partiyalar son 10 illiklər boyunca razılaşmalara çatılıb standartlar haqqındakı prodüserləri palm oillərin qarşılamalıdırlar. Nə üçün? Produktlarının rəsmi bir şəkildə sustainable hesab olunması üçün. Bura nələr daxildir? Virgin forest clearing, transparency and regular assessment of yəni açıq aydınlıq, forestlərin təmizlənməsi, regular assessment carbon stokların və digər kriteriyalar. Only once this is considered bizdə only once this is deyir ki, ancaq o halda ki, bu requirementlər tamamilə qarşılanır, onda artıq o ilə icazə verirlər ki, sustainable palm oil kimi satılsın. Recent figürlər göstərilir ki, bu illik nə qədər 12 milyon ton palm oilini sertifikatlaşdırır. Bu da ki, dünyanın palm oil production'ını 21% təşkil edir. İndi baxaq bura. Dedik ki, grown steadily. Orada. Dedik ki, uşaqlar artıb, azalıb, nəsə belə bir informasiyamız oldu mu? Yox, bunu çıxdıq. Çünki məsələn, biz bilirik ki, 12 milyondur da. Okay, bəlkə əvvəl 9 idi, bəlkə əvvəl 8 idi. Başa sala bilirəm nə demək istəyirəm. Ona görə belə bir şey verməyim. Mən statistik məqalələrdə has to open and honest. Okay, mənə bir dənə deyin. Open və honest sinonimi nə idi? Orada bayaq oxuduğumuzda. Transparency Bəli. Nə demək idi bu? Şəffaflıq deməkdir, düzdürmü? Bəli. Bunu oldu düz cavabımız. Deyir ki, bir neçə il tutdu. Bizlər haqqında bir şey verilmiş. Over the past decade or so. 10 illik boyunca. Məncə bunu götürə bilərik. Yes. Baxaq amma başqa biri daha uyğun gəlsə onu götürərik, yaxşı. Üstündən danışmırdı. Bura baxın. Ciddilik və digər bir məsələ. Comparison var, görürsünüzmü? Stricter here, like. O mətndə heç nəylə şey eləməmişdi və Among var. other industries haqqında bir şey yox idi. It was formed at the request of bunu vermişdi verməyin. Amma bir şey var ki, deyir ki, o vaxt formalaşdı ki, environmentalistlər bunun haqqında narahat oldular. Elə bir şey vermədi axı bunun haqqında narahat olandan sonra başladılar. Bunda kesinlik. Cavabımız qaldı. B və C variantda. Başa düşdünüz səbəbini? Bəli. Etdik. Gəldik bura. Description 15 nə deyir? Organization hansı ki palm oil production'ın impactini müəyyən edir. Organization. Bizə konkret organization adı verilməlidir. Buna aid bir şey məncə hələ baxmamışıq. Gələk. Yox, bayaq oxuduq organization'ı. Bu idi da, hə? Bu bəli. Bəli, organization bunlardır. Bu deyil. Advantages bayaq tapdıq, hə? Haradasa? Environmental advantage'lər. Yuxarıdaydı deyəsən. Ecological Benefit. benefit. Paragrafı. Qlobal istifadəsi. Bax, qlobal istifadə deyirsə və examples deyirsə, sizcə nə verməlidir? Qlobal istifadə və examples sözlər işlənirsə. Nə təxmin edirsiniz? Ad verməlidir məncə. Nə Hansı adı sahədə verməlidir? istifadə Nə adı? Hansı sahədə yox? Global deyirsə, hansı nədə? industry, yəni Hansı ölkələrdə istifadə verməlidir? Çünki global deyir axı, qlobal. Başa düşdün? aşağıda var Malayziya, bəli. Onu Burada gedib İndoneziya, baxarıq. Hələ ki işlədik, oxuduqlarımızdan olanları tapaq, okey.
Reverse particle species which could benefit the ecosystem of. Bizə xüsusi, bax, air particle species deyirsən, onda nə lazımdır? Bir dənə konkret Bir dənə. bizə Adı vermem. növ verməlidir, bir heyvan növü də. Hansı ki Əslində o, vermişdi orangutan olan. ha, Bayaq düzdür, yazdığımız. düzdür. Hardaydı orangutan? Harda tapdıq biz orangutanı? Sıla gəlirdi. Deməli, Budur da bu. Sidə, Sidə. Bəli. Okay. Bir dənə görək nə deyir? Could benefit elədiyi ilə bağlı bir məsələ veribmi? Suffered deyir axı burada. Wrong. Əmin deyiləm. Məncə bunu hələ tam yazmayaq. Çünki dedik ki, bir söz yetərli deyil də, düzdürmü? Benefit-i də tapmalıyıq. Ona görə yox. Figures. Figures deyirsə nə verməlidir? Mənə deyin. Number. Rəqəm. Rəqəmlər, Rəqəm göstəricilər. verməlidir. Rapid expansion. Yəni kəskin artışı ilə bağlı bir şey. Belə bir şey görmədik. Bayaq rəqəm gördük, amma onda da artış deyildi də. Bir indiki versiyasını vermişdi, gələcək verməmişdi vəsəl. Economic justification, nəsə pulla bağlı bir şey. For not opposing, yəni tərəfini tutan. Pulla bağlı bir şey bilmirəm. Some creatures, bax, examples of creatures deyirsə bizə nə lazımdır? Budur C, Çoxlu. budur C, budur C. Bad affected-dir. Badly affected nə ilə əvəz eləyiblər? Bad suffered. Suffered. Have suffered deyib. Suffered. Və examples deyirsə, guys, minimum neçə dənə verilməlidir? 2 İki dənə. dənə. 2 dənə. İki Nələr dənə. var? Bla 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 bla. Bunlar. Yani çok Arzu xanım, Aha. burada o cümlənin habitat nədir? Destruction sarılamısınız. Onun davamında daxı nəsə deyir. Aha, nəsə deyir also, yəni. Yəni orada Hı -hı. tərifləyirmiş kimi görünür əslində. Yox, sənə demir ki, bu paragraf full. Bax, sən onu qarşılayırsan, bu heading deyil. Bu sənə deyir ki, bu informasiya hansı paragrafın içində verilib. Başa düşdün? Hətta. Hı -hı. Bura qədər hər şey okeydir, başa düşdünüz? Bunu puzzle sualları kimi düşünün də. Bu puzzle parçasının yeri hardadır? Onu tapmalısın. Okey. Okay, indi MB varmı? Yoxdur. Deməli, oxumadığımız paraqraflara getməliyik yenə. Dedi A-ya. A-nı əslində oxumuşuq, amma çox az oxumuşuq da. Yəni, o qədər də bilgimiz yoxdur A haqqında. Bir ki, example'lar var. African, in the world deyirsəm, Global. global ola bilər, düzdürmü? Bir də example'ları burada ölkə kimi verməyib. Baxın, deyir ki, əl-üzümüzü yuduğumuz Sabun, sabun, sandviç, yediyimiz bitkilər, sandviç. Bunlar example'lardır, düzdürmü? Bax, yenə deyirəm, 2 şey tapmalıyıq. Examples, global use. Tapdıq və yazdıq. Punctuation'lara görə tapa bilər bunu. Koma ənd olanda. Example'larına koma olur, düzdür, haqlısın. Sonra keçdik bir paragrafına. 6-dan 17-yə Rapid artdı. expansion ola bilər. Figures və 6-dan 17-yə artdı. rapid. Və də budur da, həm expansion var, artış var, həm də rəqəmlər var, düzdürmü? Bunda bu. Bax dedik, minimum 2. C-ni işləmişik getdi. D-ni işləmişikmi? Yox. Hələ qalıb əlimizdə, buyur. Necə rəqəm kimi götürürük? Onu Figures başa rəqəm düşmürəm. deməkdir. Task-1-da da keçmişik. The figures for something, the number of something is synonym. Yadındadır. Hə, sağ ol. Keçdik buna. Əlimizdə qalanlar. Bizə bir növ lazımdır ki, hansı ki fayda verir ekosisteminə. Bir də bir pulla bağlı bir şey lazımdır, tamam mı? Hansısa olsa götürəcəyik. We should be against. Against bu şeydə. Oppose var idi. Bax, ondan biraz şey oldum. Amma bir məsələ var da. Pul varmı? Yoxdur pulla bağlı bir şey. 19 idi. Məncə heç biri deyil. Nə pul var ki götürməyə. Bax, yenə o pul gördünüz. Ki o against gördünüz, götürmürsünüz. Pul da tapmalısınız. Ya da buradan xüsusi bir növ verməlidir. Yoxdur, getdim. Yəni Bir- burada Aha. boykot deyir yuxarıda. Should try to boycott. Amma yenə pul yoxdur axı. Pulla bağlı bir şey yoxdur. Okay, Okay. onu belə Ekonomik elmi deyil götür. axı. Okay. O pozu zaten tapdıq. Bizə pul lazımdır. Yəni iyə deyirsən sən. Boykot, okay. İndi pul gör varmı? Some people. Var orada, low Poverty, income. Low nəsə income. pulla bağlı bir şeylər. Hepsi okay. Bu hansıdır? Low Low income. income. Yəni bu hansı oldu onda? Həm boykot. Boykot nə isə? 19. Oppose, Opposite, economic. 19. İyi. Əlimizdə qaldı bir dənə F paragrafı, yəni please bu olsun. Bizə lazımdır xüsusi bir növ adı. Əgər bir növ adı tapsaq götürəcəyik.
Başqa bir paragraf yoxdur mu? Age də var ya, amma. Age də ola bilər. Növ adı var. Birinci dörd. Such as, orada var ya, such as insects, amphibians, nə bilim, Hardadır, reptiles. hardadır? Ən sonuncu cümləyə baxın. Saç, Providing hə, söz. Əla. Benefit eləməkləri varmı? Onu da tapaq hər ehtimala qarşı. Hə, Var recovered əslində, mən biodiversity-də. and providing a home. Home for. Okay. Yes. Cavab da H. Başa düşdünüz? Nəsə Yes. problemimiz qalmadı. Bu sualları gördük, Orada sonda işlədik. Niyə? Çünki şeydir. birinci işlədiklərimizi işlədik, sonra da qalan paragraflara baxdıq. Aha, Ziyan birinci. eləyirdi ki, Nə ziyan eləyirdi? Yox, benefit badly fayda effect. verir deməkdir. Badly Hə. effect onun başqasında işlətdik. O C-də idi. Badly effect suffered-dən əvəz eləmişdik. Başa düşdün? Pis təsirləri, Bəli. yəni əziyyət çəkir. Okay. Keçdik passage 3-ümüzə. Sual tiplərinə baxıram. Bunu yox. Ay. Yox. Məncə So, birinci tip buna daha baxaq, uyğun. hansının keyword-ü daha qəşəng olsun götürəcək. 1600 var. Elə Buralarda birinci gəlin adam bununla adları. başlayaq. First paragraph Zaten bu. yerində verir paragraph. first paragraph. Belə sevirəm, xoşam yazanda first paragraph, second paragraph. Mən bütün suallar belə eləsəydik. So, başlayırıq bundan. Nə edirik? Optionlara baxmadıq ki. Sadəcə sualdan seçib gəldik oxumaq. Text the reader's New York City. Kitabın içində var nə? Bu combine sözünü hamı speakingimizdə işlədirsiniz. Hometowns. Bunlar şey combine. Bakı combines both traditional and nə bilim nə. Bilmirəm harda var. Və çoxu combine deyə deyir. Combine, okay? Kitabın içində var geology, history, economics and a lot of data to explain why business clusters developed, where they did, and how the early decisions of workers and firms shaped the skyline and we see today. Cluster neydi? I don't know, business clusterları. Onu bilmədim, onu keçdim. Business nələrisə. Bəlkə bildikləri falan ola bilər. Building the skyline is organized into two. İki hissə bölünür. İlk hissəsi nədir? Historicaldır. Və New York settlementlərini və onun inkişafını eləyir bu illər arasında. İkinci hissəsi 20-ci əsrə baxır. Version chapters comments on different aspects of New York'un neyinir? Urban developmentinin different aspektlərinə kommentləri var da. Bu Tom Organization'ı kitabın dəyişir. Nəysə between the first and second, ikinci hissə, birinci və ikinci hissələrində deyir dəyişir. Hə, kitabın birinci və ikinci hissəsi arasında Tom Organization dəyişir. Latter nə idi keçmişdi? Taskanda da keçmişdi. Belə ümumida. The İlk. former, the latter. No. İkinci. Ya, İkinci. hə, former Former bir ilk, idi. latter ikinci. İkinci chapter birləşdirir aspektlərini barın related research paperlər. Okay, guys. Original. Original sözü nə deməkdir? Yəni First. özünə İlk. məxsus. Mənşə. Özünə məxsus olması. Amma burada özünə məxsusluq haqqında bir şey var mıydı? Bunu ilk dəfə mi elədilər falan? First primarily var. Bilmirəm. Mən razılaşmıram bunu. No, the first is primarily. No, first ilk chapter deməkdir. İlk chapter deyir historicaldır. Demir ki, kitab urban development deyir bu arada. Urban development harcı görmüşdük. Hardaydı urban development? New York's Urban Development 20 centrin altında. Bunun altından. Ha, comment eləyir deməkdir. Guys, comment nə deməkdir? Cavab verir. Rəy bildirir. Mən bir şeyə rəy bildirirəmsə, Rəy o şey var, mən ona rəy bildirirəm də. Yəni başa sala bildim nə demək istəyirəm? Yəni bu mənim özümə məxsus bir şey deyil artıq. Yəni false oldu A variantı. Okay? Elements of Belə Marxist. postdur. Çünki sonuncu cümlədə deyir ki, bu. Research paperləri deyir ki, incorporate olunub. Bütün kitab boyunca. Bu nə deyir? Amma İkinci elə deyil. chapter'da deyir, eləyir. Deyir ikinci chapter'da. Bu nə deyir amma? Deyir bütün kitab Bütün boyunca. kitabda. Amma bu deyir yox, ikinci chapter'da. Onda bir də false, düzdürmü? Həm də bir şey deyim də, sizcə yəni çox eynidir, görürsüz. Yəni dəyişərdi də sözü. Okay? Other books that are available on the subject have taken a different approach. Digər kitablar haqqında bilgimiz olduğu ki bizim. Məncə digər kitablar yox idi. Təkcə bir kitabdan danışırdı. Bir kitab və onun chapter'ları haqqındaydı. Bunu da çıxaq. It covers a range of yes. A range of factors. Bir sıra faktorlar. history, Geography, history. Görürsüz bir neçə şeydir də, düzdürmü? That affected development. Bu da deyir ki, niyə develop elədi də? Development develop deyir və niyə develop elədi? Yəni effect eləyən şeylər də, düzdürmü? Cavabımız deyil. Hər kəs başa düşdü bu niyə deyildi. Və multiple choice suallarını gözünüzdə böyütsəz çətin gələcək. Amma belə optionları bir-bir bu true'dur, bu false'dur. Buna kimi var.
Məntiqi ilə işləsəz çox daha rahat olacaq. Başa Başa düşdünüz? Buyurun. düşdüm. Mən A variantı niyə çıxış elədik bilmədim. Çünki Səs yox. orijinal izahlı deyir, amma bu deyir ki, başqalarına komment bil. Early decision, yox, hardaydı o komment? Different aspektlərinə komment bildirib deyir burada. Hə, bir də 20 desək qədər 20-ci əsrdəkilərə deyir rəy bildirib də sadəcə. Özündən orijinal bir izah verməyib. Olan bir şeyə komment. Ha, okey. Okay, başa düşdün? Başa düşdüm. Çox sağ ol. Orijinal özə məxsus demək demişəm məsələn. İlk dəfə elədi, nə bilim, belə bir şey axtarmalısınız. Sonra keçdik növbəti suala. Bunu götürək. Nicat fondan səs gəlir səndən. Ya səs bağla, ya da o səs olmayan bir yerə keçsən. Keçək bu adamın adını tapsaz, amma bu adam hər yerdədir. Bu sözü də götürə bilərik. Burada chapter 6-i götürə bilərik. Bunların birini görsəz mənə deyin. Chapter 2 and 3-də də var burada. Gedək chapter 6-ə tapaq. Bu 4-dur. Chapter 5. 5, 6 anı. Chapter 6. Gördünüz? Chapter 6. Ona gedək birinci bunu işləyək. Peki bu da kitabın chapter 6 haqqında nə deyir? Present data on building height throughout 20-ci əsr and use representation of analysis predict building height. While less technical than the research paper on which the chapter is based, it is probably more technical than would be preferred by general audience. Okay. Deyir ki, baxmayaraq ki, daha az texnikidir. Nəydən? Research paperdən. Hansından ki, bu chapter əsaslanıb. O, it is probably more technical. Yəni, deyir, o daha texnikidir amma that would be preferred by a general audience. Yəni, auditoriya bunun daha az texnik olmağını istəyərdi. Amma yenə də bu deyir, refer elədiyi paperdən daha azdır. Amma auditoriya biraz da az olsun istəyərdi. Belə bir şey deyir. It contains conflicting, nə bilim nə. Conflicting nə deməkdir, guys? Deyin mənə. Yəni, belə zid fikirlər. Dediyi zid fikirlər var bunun içində. Yox, getdik. It focuses too much on possible trends. Yox, çox fokuslanır, az fokuslanır. Bunun haqqında bir şey görmədik, sonra bunu da götürə bilərik. It is, yes. Bax, specialize sözünü nə ilə əvəz ediblər? Technical var idi, haradaydı? Technical. Technical dentistry. Aha. To-nu nə ilə əvəz ediblər? More-la əvəz ediblər. Most readers nə ilə əvəz ediblər? General audience ilə əvəz ediblər. C. It draws on research that's out of date. Bax, çox vaxt tələb edir. Research cavab budur. Niyə bu deyil? Out of date nə deməkdir, guys? Köhnə Vaxtı research. keçmiş. Bəli, research-ü biz vaxtı keçmiş olub olmadığını görürükmü burada bəs? Yox. Görürük. Ona görə də cavabımız nə oldu? C oldu. Başa düşdünüz? İndi gedək bunu axtaraq biz. Heməns bunu axtarırıq. Görsəz deyin. Ben De chapter budur. 4 olanda. Burada. Gördünüz burada. Chapter 4'da da var ama. Burada da var hanım. Böyle. In late 19th century. Hı hı. İkinci Adana cümlə. Hı hı. Bu söz nə deməkdir ümumiyyətcə? Bilmirəm. De burada altına xətt qoyublar. Altına yəqin izahını veriblər. Involved in the building of any thought but particular around an apartment building or some gördün? Belə sözdən axırda mənasını verirlər. Hər sözdə bilməyə şey eləməyin. Bilməsəz işləyə bilirsiniz sonra. Deyir ki, görürsünüz, elementlər haqqı. Bir daha bu söz qəribə bir sözdür. Qəribə sözləri adətən olduğu kimi də mətndə yazırlar. Yadınızda olsun. Okay? Deyir ki, bu adam necə respond elədi? I deyirsə, bu I kimdir? Bu adamdır da, düzdürmü? I would have loved to expand on his claim and existence prevented skyscrapers in certain neighborhoods because I like them to expand. Mən deyir istəyərdim ki, bu adam neynəsən? İddiasını daha da expand eləsin. Yəni genişləndirsin, açsın. Çünki likely most given but makes claim that the depth of the bedrock was not limiting factor for. Bu deyir limiting factor deyildi developerlər üçün. Çünki foundation costları çox az hissəsini, fraction faiz deməkdir. Ümumi development costunu təşkil edir. İlk baxışdan it's not obvious by some level would be limiting. İlk baxışdan aydın deyil ki, nəyə görə bunları təmizləmək limiting olar. Çünki more expensive foundations wouldn't. While more expensive yəni bunları eləmək. Daha expensive foundationları budur da. Yəni bu limitingdir, bunlar deyil. Niyə? Bu şəkildə soruşur. So, keçək bura. She scopes a reason. B-dir cavab əslində. She indicates a potential problem.
Problem nə idi? Adam dedi ki, daha çox açmaq istəyirəm də. Çünki niyə bu limitingdir, amma bu limiting deyil. Başa düşdün? Yəni bununla əlaqəli bir problem adam onu irəli sürdü. Ona görə də analizi ilə bağlı bir problemi göstərdi. Burada deyir ki, reasonları izah edir. Reasonları izah eləmir. Əksinə dedi ki, var izah eləyərdi, var eləyərdi. Başa sala dedim. Yəni tam başa düşməmişdi heç adamın özü də. Comes first conclusion bizə bu niyə səhvdir? Çünki bizim digər writerlər haqqında məlumatımız yoxdur. Düzdür metində. Sadəcə bar haqqında fikrimiz var. Ona görə bunu da çıxdı. She provides details about the sources. Mənbələr haqqında məlumat verdi ki, bu adam bu mənbədən istifadə edib, o mənbədən istifadə edib. Yox, bu da yox idi. Ona görə də cavabımız B variantı olacaq. Başa düşdünüz? Hı hı. Keçdik buna. İndi bundan mən kömək edeyim keyword nədir? 1920. 1920. Budur da, hə? 1920. Ve de boom of Building 1920. Chapter 8 Building boom. başqa keyword da var. Yox da. Hə, boom, bu şeydir, hə. Düzdürsünüz. Chapter 8 və 9 fokuslanır doğulmasına Midtown-u və the building bu belə partlayış deməkdir də. Tikiliş partlayışına 1920-lərin. Chapter 8-də var uzun discussionlar urban economic teorisinin hansı ki bir distraction, yəni distraction bilirsən nədir? Fikir yayındırıcı Maniyə. maniyə rolunu oynayır. Kimə? Liderlərə. Kimlər ki maraqlanır nə ilə? Xüsusən də maraqlanır New Yorkla. Amma they will be well suited. Onlar çox uyğun olan undergraduate'lər. Undergraduate bilirsiniz, universitetdə oxuyub məzun olmayanlar undergraduate deyilir, okay? Kimlər ki Bakalavr öyrənir? yəni. Hə, bakalavrlar. Kimlər ki şəhərlərin iqtisadiyyat haqqında öyrənir? Növbəti chapter'da bar hesab edir ikisini əsas explanationlardan building boomunu 1920-lərdə. İlki, nə bilim, bu nədirsə o, ikincisi isə pulla bağlı bir şeydir. O, müəyyən qədər datanı istifadə edir. Assess nə idi? Bayaq assessment sözündən qiymətləndirmək üçün iki dənə explanation-a və tapır ki, that supply and demand factors explain much of the development. Yəni, supply and demand təchiz edir və tələb edir faktorlar hansı explain, izah edən much of the development. 1920-nin developmentin əksəriyyətini baxmayaraq ki, o icazə verdi buna cheap credit wasn't here goes the primary cause. Okay, o deyir səbəb oldu, not cheap credit. Okay, baxın indi 30-cu suala deyir ki, the information should have been organized differently. İnformasiya deyir fərqli bir şəkildə organizə edilməli. Organization haqqında bir şey görmədik. More facts are needed. Guys, biz gördük ki daha az fakt, daha çox fakt. No. The explanation is given is unlikely. Unlikely yəni düz deyil də. O da. Məncə bu deyə some parts will have limited appeal to certain people. Appeal nə deməkdir? Attract. O insanları cəzb edir. Bu appeal sözü nə ilə? Well suited. Onlara uyğundur da, yəni onları cəzb edir. Certain people nə ilə əvəz ediblər? Kimlərdə bu söz? Undergraduate. Şuna cavabımız bir variant. Başa düşdük. Appeal nə demək oldu? İki mənası var appeal-ın. Bəs limited nə ilə olub? Nə? Limited o deməkdir. Deyir ki, digər readerlərə maraqlı olmayacaq, amma ekonomi oxuyanlara maraqlı olacaq. Yəni təkcə onlara limited. Başa düşdün? Bəli. Bunun haqqında nəsə sualınız var? Keçdik buna. Mənim dediniz appeal-ın iki mənası var. Bir açıqda Bir də apelyasiya var. Nəysə appeal vermək. Apelyasiya vermək. Bildiniz? Hı hı. Evet, bu budur da. Aynı chapter'da discuss edir another empirical paper-ni, hansı ki təxmin edir Malatya'nın land value-larını orta 19-cu əsrlərdən bugünə qədər. That went into this practical. Bu data nə idi? Impressive idi. Paragrafın sonuna doğru var əsas edir ki, whether skyscrapers are close, skyscraperlər səbəbidirmi, yoxsa nəticəsidirmi? Yüksək torpaq qiymətlərinə. O tapır ki, dəyişikliklər land value-larında proqnoz edir future building height. Gələcək building height nədir? Hündürlüyünü.
But the reverse is not true. Yəni reverse bunun əksi doğru deyil. Yəni deyir ki, qiymət hündürlüyü müəyyən edir, amma əksi doğru deyilsə onda hündürlük qiyməti müəyyən eləmir. Düzdür? The book ends with an epilogue-la bitir. Hatta ki var discuss edir impactini climate change şəhər üzərində və siyasət suggestionlar edir New Yorkda. New York üçün. Okay. İndi baxın və mənə deyin fikrinizi. The broad time period. Yaşınlardan danışmır deyə beyni Broad çıxar time verir. period. Zaman burada that is covered. Geniş. 19-cu əsrdən bu günə geniş deməm. Amma bir şey var ya guys. Most. Impress most. Adamın ən particularly impressive. Bunu tapmalıyıq biz düzdür. Nə idi? Düz istiyorsan. Particularly impressive olan the data work that went into data yəni data işi bunun üçün. Neydi? Nature of research. So Diye variant bence. Recommendation. Orada da var suggestion. recommendation niyə deyil? Sonuncu cümlə. Okay, sonuncu cümlə belə deyir. Bu sonuncu cümlədə deyir ki, bar belə discuss edir. Bizə önəmli olan adamı ən impress edən şey lazım idi. Particularly impressive olan şey lazım idi. Məncə C-dir. And Nature data of işte. Data nature of research. Nature of the research into the topic düzdür. Research'ün nature'da. Nature təbiətin. Belə deyək də. Daha. Burada da nə deyir ki, data work-da, yəni hesablama işləri və s. Yəni the nature of the research into the topic. Ha, Ona okey. görə də C olacaq. Başa düşdünüz? Bunu yenə saxlayırıq və keçirik buna. Budur, düzdürmü? New York. Bu var başqa? New York, o da First hər yerdə var. chapter'dır da orada keyword. First chapter, çox sağ ol, First chapter. görməmişdim. Yes. Two and three'dir bu. Begins, budur da chapter 1, hə? Məncə, bu da Yes. 1600. Deyir ki, bu da air, sky. Götürək bunları. Deyir ki, Look. Üstüden might probably. No, davamına baxın. Lacks interest. Lacks Lack nə deməkdir? Lack nə deməkdir? Maraq çatışmazlığı. Çatışmazlığı. Bəli. Amma bu nədir? Snating. Ha. So, cavab? False. No. No. Başa düşdər kəs? Lack do not have deməkdir. Esse bizə də do not have yerinə lack yaza bilərsiniz. Daha yaxşı bir alternativ. Keçdik bura. 2 və 3. Prepare the reader well for material yet to come. Yet to come, yəni gəlməkdə olan. Chapter 2 və 3 hazırlayır reader'ı yaxşı nə üçün hazırlayır? Gələcək material üçün. Take the reader up. Əslində Yox, deməncə. öldü bu. Bir dənə baxaq davamında kimə Set the stage for them. Səhnəni hazırlayır, səhnəni qurur. Nə üçün? Ekonomik Ha, analiz növbəti üçün, hansı ki növbəti hissədə gələcək. Comes later-ı nə ilə əvəz ediblər? Yet Yet to to come. come-la. Set the stage-i nə ilə əvəz ediblər? Prepare the Prepare. reader-ını. Cavab? Yes. Yes. Başa düşdünüz? Sonra keçdik 34-cü suala. Biggest problem. Bizə ən böyük problem lazım. Düzdürmü? 19-cu əsr. Immigrant. Lack of amenities. Amma bir məsələ var da. The biggest problem. Ən böyük problem. O muydu? Yəni, ən böyük. Elə bir məlumat yoxdur. Bəli. Demişdik də comparative superlative oldu. O da oldu. Yaxşı. Keçdik bura. Nəyə götürək? Harvard. 19-cu əsr deyirsən. Bu ola 1800. bilər. Amma onu şey elədiyək. Harvard'da tapaq. Yəni. O deyir məncə neighborhood bordering. Neighborhood sanı.
Görmədim. Öyle Öyle bir siz nokta bana var yazdığımız yer. Yukarıda. Central Park var. O abzasın sonuncu cümləsi. Okay, Orada amma baxın, şey yoxdur nədir? axı. Harbor. Bunu axtarıram. Waterfront var axı. Hardadır? Located Hə, on hə, the hə, 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 düz, waterfront. düz, düz, düz. Tamam. Və neighborhoods. Sual bax. Yes. Adamlar deyir ki, liman tərəfdə konsentrasiya olurdular. Burada da deyir located on the water. Cavab. Yes. Düz. Amma kimlər deyir? İmiqrantlar deyir. Bax bu varlılardır, tamam mı? Varlılarla maraqlanmırıq biz. Biz Ama kimlə maraqlanırıq? this, onlar Not given. bir yuxarı valuable land. Baxın Yox, list və valuable land. immigrantlar, most of them. But these, bu enclave şeydir. Immigrant enclaves demir burada. Bu enclave immigranta Ha. aiddir də. İmmigrantlar hardaydı deyir. List Waterfrontdaydı. valuable land. Eynən. İmmigrantlar deyir Harvard. Düzdür də. So, Düzdür də. yoxsa yox. Bir də baxaq gözlə. Amma bir dəqiqə. Most əksəriyyətə harda məskunlaşırdı? Yəni burada deyir ki, az dəyərli olan torpaqda. Yəni Hə, az industri dəyər. ilə Bəli, şeyin bəli. arasında, harborun arasında. Yes. Bu nə deyir amma? Harborda. Bu cavab nodur. Bu deyir ki, su kənarında deyir yox. Arası Dəniz kənarı ilə varlıların yaşadığı yerin arasında məskunlaşırmış. Başa düşdünüz? Yəni həm də torpaqda da least valuable ərazidə falan formalaşdırmaq məskunlaşırmış. Amma burada deyir ki, bunun yanı dəniz kənarında məskunlaşırdılar. Yox, immiqrantlar niyə dəniz kənarında məskunlaşsın? Ona görə də cavabımız burada nə olacaq? Başa düşdünüz? Əla. Gəldi o Yani qorxuluqsa. o hemen bak. Bayaqdan təxirə salırıq, amma təxirə salmaq sonra da getməyinin mənasını vermir. Okay. Deməli nə götürək? Yox, Chapter seven. işləmədiyimiz Chapter paragrafı. seven. Hə, çox qəşəng. Heç olmasa bir bizə köməklədi. 5, 7. Başqa, lack of bedrock. The absence of lack of demək də. Bedrock. Skyscraper, nə? Skyscraper. Absent from yani Urban uzak. centers var ya, o Are olacaq yəqin ki. absent nə yazılır? Not being. Not built. Between the two urban centers. Between the two urban centers. Specific Planla area. urban center. Yeah, specific. Yes. Urban center, specific areas. Düzdür mü? Hı -hı. Başa düşdünüz niyə? İndi gələnə baxın da. Plan demək deyil, distance o deyil, bu deyil. Budur da, eynən. Başa düşdük. İkinci Yes. sistem. Foundation. Compare Newton'la batılsı olar. Elə həm də deeper bedrock dancing increase. Below the surface. Diplərin sonunda below the surface-də eyni mənanı verirəm. There are foundations are actually built var orada. This cannot be regarded as. This cannot be regarded as. Were neither nor dedik ki inkarda da düzdür. Yes, because of particular high. Yəni high değildi. Yəni baha değildi. Onda cavab baha değildirsə Excessive expense. excessive expense. Excessive neydi demiştim? Çox. Həddindən Həddindən artıq. Too much. Expense-dəki expensive xatırlayın da. Xərc. Baha. Aha. Bahanın xərcdə yəni. Eyni. High-dakı yüksək qiymət. Xərcin yuxarısı. Cavab D variantı. Başa düşdün? Sonra keçdik buna. 38. Compared to Especially overall compared to overall cost of qiymət. Total Total expenditure. expenditure. Necə belasını sal. Keçdik bu birisinə. Foundations and building. Deyəsən başqa chapter'dır. Məncə də, çünki təzə abzasdan yaz baxı. İşləmədiyiniz paragraf var, yoxdur. Amma burada bir şey var. Biz burada, guys. Kaiser Burada. Not only how blah 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 are made, are cəm. Made olacaq şey Orada şey deyə həm də he describes the use of nəsə. Bu da deyir ki, but also he discusses deyir. Okay. Bir də baxaq. How falan şey are made. Bir də bu sözü götürək.
Mason. Onu tapsaz deyin. De bu da. Describes de onun yanında. Orada danger diyor. Risk olar. Ha, Aha. yes, bəli. Danger hardadır? Hə, dangers. Involve Ama bir associate. şey var. Bu Batosso'dan sonra da axı, düzdür? Yani böyle yukarıda da var. Describes the use of. Yox, bir dənə bir şey deyim. Batosso'dan sonradırsa, məncə 40-ın cavabı risk olacaq. Bildiniz niyə? Yes. 40'ı da bilmirəm mən. Çünki bu Dangerous Batosso'dan sonra, bu bundan sonra. İndi gedək buna baxaq. Burada nələrimiz qaldı? Burada baxaq. Considerable distance var. Bu O dig olabilir. down for considerable. Qazmaq. Great distance. Evet, dərin şəkildə Bir qazmaq. excavation olacaq məncə. Bəli, B dip, olacaq. baxın. Qazmaq dərin məsafəyə qədər, yəni dərin və qazmaq da ki, budur da, düzdür? Bəli. Bu biraz sanki asan idi ya da siz nə Nə düşünürsünüz? deyə. əcəbsə asan idi. Məncə burada biraz çətin olan multiple bəziləri biraz çətin, bəziləri A2 falan biraz çətin idi. Bir də trofosat kimi biraz ola bilər, amma o qədər də çətin deyil. Hiç 39'u var düşmədi. Başa düşmədin. İşte Armate birinci cəmə ehtiyacım var. Kayzon lazımdır. Getdik Kayzon tapdıq. Kayzon Biz not only'dan əvvələ baxmalı deyilik. not only-dən yox, Batosdan əvvəl olmalıdır. Mən əvvəl izah edeyim. Yox, mütləq not only ilə olan hissədə olmalı deyil. Elə bir şey yoxdur. Bir dənə yerini itirdim mən. Hardaydı o? Hə, buradaydı. Okay. Discuss not only how Kayzonların necə işlədiyini deyir. Burada Kayzon sözünü onsuz da verib deyə the use of Kayzon. Bunu özü yazıb da. Görsən not only'dan sonra bunu özü yazıb. Ona görə bunu ondan da əvvəlki hissəyə baxmamız lazım özü. Ondan da əvvələ getdik. Gördük ki, necə qazıblar dərinə kimi. Buradan da gördük ki, how nə deməkdir cavabımız? Deep excavations are made. Ona görə burada cavabımız B variantı olacaq. Başa düşdünüz? Yoxsa. Sağ ol. Okey, bunu bitirdik.